Nuh peyğəmbər və böyük tufan haqqında hekayə Qurani Kərimdə ən geniş yayılmış və ciddi qəbul edilən hekayələrdən biridir. Bu hekayə milyonlarla insan tərəfindən tarixi gerçəklik kimi dəyərləndirilir. Amma elmi baxımdan bu hekayə nə dərəcədə əsaslıdır? Mən Aris və bugün sizlərlə birgə bu qədim, sirli hekayənin izinə düşəcəyik. Milyonlarla müsəlman Nuh peyğəmbər və tufan hekayəsini tarixi bir gerçəklik kimi qəbul edir. Bəs Quranda bu hadisə necə təqdim olunur və İslam baxımından bu hekayə sözün əsl mənasında başa düşülməlidirmi? Qurani Kərimə görə Nuh bəşəriyyətə göndərilən ilk elçi olub. O, 950 il boyunca insanları Allaha ibadətə çağırdı, lakin çox az adam iman gətirdi. İnkar edənlər ilahi fəlakətlə, tufanla məhv olundu. Nuh isə az saylı ardıcılları ilə birlikdə gəmidə xilas olundu. Kafirlər onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Doğrudan da onlar kör adam idilər. Əraf surəsi 64-cü ayə. Amma gəmidə yalnız insanlar yox, hər növdən bir cüt heyvanın da yerləşdirilməsi əmr olunmuşdu. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman biz Nuh'a dedik, heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir. Əslində, onunla birlikdə az adam iman gətirmişdi. Hud surəsi 40-cı ayə. Qurandakı ayələrdən tufanın necə dəhşətli olduğu aydın görünür. Biz göyün qapılarını leysan yağışı ilə açdıq, yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu. Əl-Qəmər surəsi 11 və 12-ci ayə. Sünni məzhəbinin tanınmış alimləri Ət-Təbəri, Qurtubi, İbn Kəsir, eləcə də Şiə alimləri Ət-Təbrisi, Məkarim Şirazi və Təbətai tufanın qlobal bir fəlakət olduğunu qəbul edirlər. Bu mövqe həm də Qurandakı bir ayə ilə təsdiqlənir. Burada qeyd olunur ki, tufandan sonra bəşəriyyət yalnız Nuhun nəsli ilə davam etmişdir. Yalnız onun nəslini davam etdirdi. Əs-Saffat surəsi 77-ci ayə. Beləliklə, Quran ayələrinə və əksər İslam alimlərinin fikrinə əsasən, tufan doğrudan da baş vermiş, bütün insanlığı məhv edən qlobal bir fəlakət olmuşdur. Xilas olanlar yalnız Nuh peyğəmbərlə birlikdə gəmiyə minənlər oldu. İndi isə baxaq, müasir elm qlobal tufan haqqında nə deyir? Geologiya, yer kürəsinin quruluşunu öyrənən elm, qlobal tufan ideyasını necə qiymətləndirir? Əgər yer üzündəki bütün quru ərazilər qısa müddət ərzində doğrudan da su altında qalsaydı, bu hadisə yer kürəsində vahid və sinxron çökmə qatları şəklində iz qoymalı idi. Ancaq belə bir iz mövcud deyil. Geomorfoloq və Washington Universitetinin professoru David Montgomery belə deyir. Bir geoloq kimi mən deyə bilərəm, əgər doğrudan da qlobal tufan baş vermiş olsaydı, o, geoloji təbəqələrdə aydın və qlobal iz qoyardı. Amma belə bir iz mövcud deyil. Başqa bir tanınmış geoloq və eyni zamanda elmlər doktoru olan Davis Young isə belə yazır. Geoloji məlumatlar yer üzünü tamamilə örtən, son dövrlərə aid bir qlobal tufan ideyasını dəstəkləmir. Belə bir hadisə nə çökmə qatlarında öz əksini tapır, nə də stratigrafiya, paleontologiya və geokimiya sahələrinin verdiyi nəticələrlə uzlaşır. Arxeoloji araşdırmalar da qlobal tufan nəzəriyyəsini təsdiqləmir. Əgər belə bir fəlakət baş versəydi, biz bütün dünyada eyni anda ölmüş canlıların izlərini və tamamilə məhv olmuş qədim mədəniyyətlərin qalıqlarını tapmalı idik. Alimlər qədim insan və heyvan qalıqlarını radiokarbon analizi ilə öyrənirlər. Daha dəqiq desək, bu analiz radioaktiv karbon-14 izotopunun miqdarına əsaslanır və 50 min ilədək yaşı olan orqanik materialların tarixini müəyyən etməyə imkan verir. Və bu analizlər nə göstərir? İnsanlar dünyanın müxtəlif yerlərində fasiləsiz şəkildə yaşamışlar. Elə bir dövr yoxdur ki, bəşəriyyət tamamilə yox olmuş olsun. Elm tufanın izlərini nə torpaqda, nə qalıqlarda, nə də materiallarda görmür. Lingvistikada qlobal tufan ideyasına qarşı çıxır. Əgər tufandan sonra bütün insanlar yalnız Nuhun nəslindən gəlmiş olsaydı, bugünkü dillər eyni kökdən yaranmış olmalı idi.
Ancaq lingvistlərin fikrinə görə Hind-Avropa, Semit, Dravid, Çin və digər dil ailələri bir-birindən o qədər fərqlidir ki, onların son 10 min ildə ortaq bir dildən yaranması mümkün deyil. Chicago Universitetindən professor lingvist Bill Darden qeyd edir ki, Hind-Avropa dillərinin ayrılması güman edilən Qara Dəniz tufanından sonra baş verib. Bu isə ona göstərir ki, bu hadisəni bütün dillərin başlanğıcı kimi qəbul etmək elmi baxımdan əsaslı deyil. Belə görünür ki, bu faciəvi hekayə özündən heç bir iz qoymayıb. Onda sual yaranır. Bəs bu əfsanə hardan yaranıb? Tufanla bağlı hekayələr təkcə İslam mənbələrində deyil. Oxşar əfsanələrə Hindistanın Mahabharatasında, qədim Yunan və Çin mənbələrində, hətta Maya sivilizasiyasında da rast gəlinir. Amma xüsusilə diqqət çəkən mənbə Şumerlərin Gilgameş dastanıdır. Bu mətn Bibliya və Qurandan xeyli əvvəl, təxminən eramızdan əvvəl 2-ci minilliyin əvvəlinə yazıya alınmışdır. Dastana görə Ali Tanrı Enlil bəşəriyyəti yer üzündən silmək qərarına gəlir. Lakin su və hikmət tanrısı Eya bu qərarla barışmır və Şuruppak şəhərində yaşayan salih bir insan Utnapiştini gizlincə xəbərdar edir. Eya ona bir gəmi tikməyi, ailəsini, heyvanları və həyatı yenidən qurmaq üçün gərəkli sənətkarları özü ilə götürməyi tapşırır. Daha sonra tufan başlayır. 6 gün və 7 gecə davam edən fəlakət zamanı yer üzünü qaranlıq bürüyür. Yer üzü sular altında qalır. Hətta tanrılar belə bu dağıntının miqyasından qorxuya düşür. Nəhayət sular çəkilir və gəmi Misir dağında dayanır. Bu hekayə sizə tanış gəlmir? Bir çox tarixçi, dinşünas və mətnşünasların fikrincə Bibliya və Qurandakı Nuh hekayəsi qədim Mesopotamiya mifologiyasının, xüsusilə Utnapiştini hekayəsinin təkrar və təfsil edilmiş versiyasıdır. Tarixdən bilirik ki, ilk sivilizasiyalar çayların ətrafında qurulub. Bu, xüsusilə Dəclə ilə Fərat arasında yerləşən Şumerlər nümunəsində açıq görünür. Çaylar həyat bəxş edirdi. Su, ərzaq, məhsul, ticarət, amma eyni zamanda onlar təhlükə mənbəyi idi. Çünki daşqınlar nadir hadisə yox, davamlı bir bəla idi. Güclü bir daşqın başladıqda, bu qədim insan üçün sanki dünyanın sonu demək idi. İnsanlar və heyvanlar həlak olurdu. Tarlalar yuyulurdu. Evlər və məbədlər uçub gedirdi. Bəzən bircə gecəyə nəsillər boyu qurulan hər şey məhv olurdu. Əsas məsələ ondadır ki, qədim insanlar dünya haqqında qlobal təsəvvürə malik deyildilər. Onlar üçün bütün dünya yaşadıkları dərə, kənd və ya kiçik bir dövlət idi. Əgər su hər yeri basmışdısa, deməli bütün yer üzünü basmışdı. Məhz bu cür lokal bir faciə qlobal tufan əfsanəsinə çevrilə bilərdi. Belə fəlakətlərin yaddaşı nəsildən nəslə keçirdi. Atadan oğula, kahindən şagirdə. Zamanla faciə unudulmurdu, əfsanəyə çevrilirdi və əfsanə böyüyərək mifə çevrilirdi. Tanrılarla, gəmilərlə yeni başlanğıc ümidi ilə. Axırda nə başa düşdük? Anlamaq, lağa qoymaq deyil. Nuhun hekayəsi bir mif ola bilər, amma sual vermək inanca hörmətsizlik deyil. Çünki həqiqət necə olursa olsun, araşdırılmaqdan qorxmaz. Mən Aris və mən yalançı rahatlığı yox, narahat həqiqəti seçirəm. Əgər sən də sadəcə cavabları təkrarlamaq yox, həqiqəti axtarmağı üstün tutursansa, abunə ol.